Marnyuli rayonunun Qızılacı kənd sakinləri kənd yollarının bərbad vəziyyətindən narazılıq edərək etiraz aksiyası keçiriblər. Şikayətlərini bildirmə məqsədi ilə kənd sakinləri Marnyuli meriyasının qarşısına toplaşaraq etiraz ediblər. Aksiya iştirakçıları aidiyyəti qurumlardan yolların təmirinə dərhal başlanmasını tələb ediblər. Sakinlər bildiriblər ki, xüsusilə yağıntılı havalarda vəziyyət daha da ağırlaşır və insanlar nə piyada, nə də ki, nəqliyyat vasitələri ilə rahat şəkildə hərəkət edə bilmirlər. Onlar bu problemin uzun müddətdir davam etdiyini və müvafiq qurumların məsələyə biganə yanaşdığını vurğulayıblar. Ortalığa düşərlər, pasportlarınızı verin, səs verirlər. Quduruna da deyir, mən eləyirəm. Adam boyuna götürür axı. Elə şey olarmı? Biz istəyirik qabaqki yaşayış. Qabaqki yaşayışı bizə verin. 5 mi yaxşı yaşadıydı bizə, 5'ə verin. Bu nədir be? Qırıq bir xalqı qırıq aparır, belə şey olar. Taizdən gəldik, 3 dəfə gəldik, buna qonşuyuz. Gəldik, getdik, dedilər, hə, yaxşı gedin düzəldəcək, bilmirdik. Bildik, indi gələcək. Yəni gözləyir, yaz düzü gəlmədilər. Hey deyirlər, yol düzələcək, gəlirik, bizarla deyirlər, geri gedirik. Yolumuz düzəlmir. Interpress C komandası kəndə yollanaraq vəziyyəti yerində qeydə alıb. Sakinlər çəkiliş zamanı yolun həqiqətən bərbad vəziyyətdə olduğunu nümayiş etdiriblər və problemin tez bir zamanda aradan qaldırılmasını tələb ediblər. Onların sözlərinə görə küçələrdə yaranmış gölməçələr və qazıntı işləri nəticəsində əmələ gəlmiş çuxurlar hərəkəti mümkünsüz hala gətirib. Bizim tələbatımız odur ki, biz şərait istəyirik. Şəraitimiz yaxşıdır. Mən onu orada da dedim. Bax, belə gündə yaşayırıq. Uşaqlar itivə gedəsi də əyəkləri bax, o batdağa batırırlar. Manşurut düzəməlli gələ bilmir, ona görə ki, yollar pis gündədir. Nə şərait yaradırsa da insanlar özlərinin cibindən pul yığışdırıb, bax, burayı düzəldiblər. Quruya vəbşi bu ulitsə heç nə olmuyubdur. Nə kanalizasiya çəkilib, nə grant çəkilib. Biz o biri öylərdən özümüzə şərait yaratmışıq. Qohum-qohumdan grant çəkib, kanalizasiyamız vəbşi yoxdur. Bu gün nə yaşayırıq? Tamarislə CRT-liyə mən baxdım, göstərdilər universitetdə ki, 10 milyondan artıq pul ayrılıbdır. Bizə də ayrı. Bir əzinsə də ayrın, bizə də günahlayın. Belə olarmı? İnsanlarımız yazıq əziyyət çəkir. Bu yolla özünüz yaxşı görürsünüz. Getmək olurmu? Heç maşın da getmir, insan nə ki maşın getmir. Hər şikayət maşınlar hamısı təkərləri xarab oldu. Niyə planda deyil? Burada yaşayan var. Başqa yer ayrılan kimi bizə də nə taksi gəlmir, nə skora gəlmir, nə manşurut gəlmir. Uşaqlar bu tərəfin uşağı nə ilə geçsin bə məktəbə? Məsələyə münasibət bildirən Qızılacı kənd İnzibati Vahidi rəhbəri Sədrəddin Talıbov Interpress C-yə açıqlamasında bildirib ki, yol problemi onların da diqqət mərkəzindədir. Onun sözlərinə görə bir neçə ay əvvəl sözü gedən əraziyə müvəqqəti olaraq daş çınqıl tökülüb. Lakin bu tədbir vəziyyətin tam həllinə kifayət etməyib. Marnyuli meri, özüm mən gəldim, xahiş elədim, Marnyuli merinin özü xahiş elədi, özü düzəltdirdi o yolu yazda. Marnyuli merinin özü düzəltdirdi o yolu. Meriya tərəfindən o yol təmir olundu, təmirdən də əsaslı təmir olunmadı. Talıbov əlavə edib ki, kənd yollarının əsaslı şəkildə bərpası üçün müvafiq qurumlarla əlaqə saxlanılır və bu istiqamətdə yaxın zamanda konkret addımların atılması planlaşdırılır.